Bismillahirrahmanirrahim. Biz çox vaxt elə düşünürük ki, həyatımızdakı o böyük qırılma nöqtələri, qədərimizin tamamilə dəyişməsi qəfildən, böyük bir partlayışla, səsküylə baş verəcək. Gözləyirik ki, bir səhər oyanacağıq və göydən düşən bir möcüzə ilə bütün həyatımız fərqli olacaq. Lakin bu kainatın arxitekturasını anlaya bilməyən bəşər övladının ən böyük illüziyasıdır. Kainatın mütləq sahibi olan Allah, bir bəndənin qədər kitabında yeni bir fəsil yazarkən, köhnə səhifələri dərhal yandırmaz. Böyük dəyişikliklər səsküylə deyil, ruhun ən dərin qatlarında, çox səssiz, lakin inkar olunmaz bir inqilabla başlayır. Payızda ağacların yarpaqlarını tökməsi necə ki qışa yox, əslində yeni bahara bir hazırlıqdırsa, sizin də həyatınızdakı o böyük xaoslar, itkilər və qəribə hisslər əslində yeni qədərinizin, həyatınızın ən möhtəşəm mərhələsinin ayaq səsləridir. Bugün bu dərin mənəvi səyahətdə həyatınızın tamamilə yeni bir ölçüyə, yeni bir qədərə keçdiyini göstərən o mütləq və gizli işarətləri deşifrə edəcəyik. Bu günə qədər həyatınızda nələrin baş verdiyini anlamırdınızsa, niyə hər şeyin alt-üst olduğunu düşünürdünüzsə, qəlbinizi və şuurunuzu açın. Çünki bugün öyrənəcəyiniz bu sarsılmaz işarətlər sizə sübut edəcək ki, siz hazırda bir fəlakətin içində deyil, böyük bir dirçəlişin, yeni bir qədərin tam astanasındasınız. Birinci işarət, saxta dayaqların uçması. Qədərinizin tamamilə fərqli, daha uca bir nöqtəyə dəyişəcəyinin ən birinci, ən sarsıdıcı və ən ağrılı işarəti, illərlə özünüzə qurduğunuz, güvəndiyiniz bütün saxta dayaqların qəfildən, amansızcasına altınızdan çəkilməsidir. Bəşər övladı təbiət etibarı ilə özünə komfort zonaları yaratmağa, əşyaları və insanları bütləşdirməyə meyillidir. Biz illərlə bir işə, müəyyən bir insana, bir dosta, yaxud da bir statusa o qədər güclü bağlanırıq ki, düşünürük, mənim həyatımın mərkəzi budur. Bu olmasa mən məhv olaram, nəfəs ala bilmərəm. Biz fərqində olmadan o fani səbəbləri özümüz üçün yalançı bir tanrıya çeviririk və qəfildən kainatın qanunu işə düşür. Hər şey dağılır. Həyat sanki sizi ən qaranlıq, ən kimsəsiz bir boşluğa, bir uçuruma atır. Heç gözləmədiyiniz anda o əvəz olunmaz sandığınız işinizi itirirsiniz, ən güvəndiyiniz insan kürəyinizdən vurur. Siz fəryad edirsiniz, ağlayırsınız, kainata üsyan edib, niyə hər şeyimi əlimdən aldın, mən nə günah etmişdim deyirsiniz. Lakin egonun fəryadını bir kənara qoyub, gəlin bəşər tarixinin ən möhtəşəm qədər dəyişikliyinə, Yusif Peyğəmbər əleyhisselamın o qaranlıq quyuya atılmaz səhnəsinə fəlsəfi bir mikroskopla baxaq. Yusif əleyhisselam atasının isti qucağında, qardaşlarının əhatəsində tamamilə güvəndə idi. Onun dünyası o kiçik çadırdan ibarət idi. Lakin Allah onun qədərinə qüdrətli Misir imperiyasına padişah olmağı yazmışdı. Bir insan atasının dizinin dibində, o kiçik komfort zonasında oturaraq nəhəng bir padişah ola bilərmi? Qətiyyən yox. Kainat Yusifi o uca taxta çatdırmaq üçün onu əvvəlcə qardaşlarının xəyanəti ilə təməllərindən qoparmalı, dəhşətli, qaranlıq və soyuq bir quyuya atmalıydı. Quyu fəlakət deyildi, cəza deyildi. Quyu, köhnə həyatın bitişi və Misir taxtına gedən yeganə məcburi tranzit yolu idi. Əgər bugün həyatınızdakı o çox inandığınız dayaqlar uçubsa, sevdikləriniz sizə xəyanət edibsə, maliyyə və ya mənəvi baxımdan özünüzü kimsəsiz, dəhşətli bir quyuda hiss edirsinizsə, egonuzun sizi aldatmasına və qorxutmasına imkan verməyin, sevinin. Çünki Allah sizin əlinizdən o cılız, o fani olanı alır ki, sizi daha böyük bir həqiqətə, yalnız mütləq sahibə bağlasın. O qollarınızdakı zəncirləri qırır ki, arxasınca sizi o xəyalını belə qura bilməyəcəyiniz yeni taxtınıza, sizin üçün hazırlanmış o uca qədərinizə yüksəltsin. Dağılan dayaqlar inşa ediləcək yeni sarayın müjdəsidir. İkinci işarət, dünyanın soyuması.
İkinci işarət kənarda, fiziki dünyada deyil. Birbaşa sizin idrakınızda, düşüncə qatlarınızda və ruhunuzun ən dərin duyğularında baş verir. Buna mənəvi psixologiyada qəlbin, ruhun iştihasının, bəsirət və dadbilmə qabiliyyətinin tamamilə dəyişməsi, dünyanın soyuması mərhələsi deyilir. Təsəvvür edin ki, illərlə həzz aldığınız, böyük bir ehtirasla can atdığınız şeylər qəfildən, heç bir xüsusi səbəb olmadan sizə tamamilə mənasız, boş və yorucu gəlməyə başlayır. Dünənə qədər böyük həvəslə hazırlaşıb qatıldığınız səs-küylü məclislər, mənasız əyləncələr, qürur duyduğunuz o cılız dünyəvi məqsədlər indi gözünüzdə bütün cəlbediciliyini itirir. Sanki üzünüzdəki bir pərdə qaldırılır və hər şeyin arxasındakı o saxtakarlığı aydın şəkildə görürsünüz. Əvvəllər saatlarla danışdığınız, qeybət etdiyiniz insanların söhbətləri artıq beyninizi yorur, qulaqlarınızı tırmalayır. Siz o izdihamlı otaqların ortasında dayanıb insanlara baxırsınız və içərinizdə böyük, dondurucu bir boşluq hiss edirsiniz. Daxilinizdən gələn bir səs sizə dayanmadan pıçıldayır. Mən artıq bu deyiləm. Mən bura aid deyiləm. Bu məkan, bu mövzular, bu cılız hədəflər mənim ruhuma qida vermir. Bir çox insan bu ağır psixoloji vəziyyəti depressiya, həyat eşqinin sönməsi və ya tükənmə sindromu ilə səhv salır. Lakin bu qətiyyən depressiya deyil. Bu, ruhun qaranlıq gecəsindən keçib tam bir oyanışa doğru addımlamaqdır. Bu, kainatın sizin tezliyinizi, frekansınızı kəskin şəkildə yüksəltməsidir. Qurani Kərimdə qəlb, yəni ürək sözü ərəbcə inqilab, yəni çevrilmək, tərsinə dönmək, bir haldan tamamilə başqa bir hala keçmək kökündən gəlir. Allah sizin qədərinizi dəyişdirməzdən dərhal əvvəl qəlbinizin iştihasını köhnə dünyanın zəhərli, faydasız qidalarından kəsir. Necə ki, xəstəlikdən sağalan insanın ağzının dadı dəyişir, sizin də ruhunuzun dad bilmə qabiliyyəti ilahiləşir. Sizin ruhunuzun qabı, mənəvi tutumunuz şiddətlə boşaldılır ki, oraya kainatın daha ali, daha təmiz, daha dürüst bir enerjisi, qat-qat böyük qismətlər və mənəviyyatınıza uyğun yeni, dürüst insanlar dolsun. Ruhunuz köhnə oyuncaqlardan imtina edib daha böyük həqiqətlər tələb edirsə, ruhunuzun iştihası dəyişibsə, heç bir şübhəniz olmasın. Sizin üçün yazılan qədərin fəsli artıq dönüb. Üçüncü işarət. Üzlət və mütləq tənhalıq. Üçüncü işarət, içinizdə partlayan, heç bir bəşəri gücün qarşısını ala bilməyəcəyi güclü, qarşısı alınmaz bir üzlət, yəni mütləq tənhalıq, qabığına çəkilmə və cəmiyyətin o qulaq batırıcı səs küyündən qopma ehtiyacıdır. Sizi heç kim incitməsə belə, heç bir xüsusi mübahisə yaşanmasa belə, sadəcə olaraq günlərlə, bəzən aylarla tək qalmaq, qaranlıq bir otaqda səssizlikdə oturmaq, yalnız təbiətin səsini dinləmək istəyirsiniz, bütün sosial şəbəkələri bağlamaq, telefon zənglərindən qaçmaq, dünyanın səs küyündən və tələblərindən tamamilə izolyasiya olunmaq ruhunuza, qanıyaraq ağrıyan beyninizə ən böyük şəfa, ən qüdrətli məlhəm kimi gəlir. İnsanlar bunu qəribə qarşılayır, sizi asosial olmaqda günahlandırır. Lakin sizin o səssizliyə ehtiyacınız bioloji olaraq su içmək qədər zəruri bir hala gəlir. Bunun arxasında hansı ilahi sir dayanır? Gəlin, bəşər tarixinin ən möhtəşəm möcüzəsinə, İsa Peyğəmbərin əleyhissalamın doğuluşundan, yəni bəşəriyyətin qədərinin dəyişməsindən əvvəlki o həlledici, sirli ana baxaq. Quran, Həzrəti Məryəmin surəsinin 16-cı ayəsində Həzrəti Məryəmin vəziyyətini belə bəyan edir. O, öz ailəsindən, insanların sıxlığından ayrılıb, şərq tərəfdə kimsəsiz, tənha bir yerə, üzlətə çəkildi. Baxın,
bu mütləq qanuna uyğunluğa, bu kosmik fizika qaydasına. Həzrəti Məryəm o məhəng ilahi ruhu, bəşəriyyəti xilas edəcək o möhtəşəm qədəri səsküylü Qüdüs bazarının ortasında insanların, qohum-əqrabanın müzakirələri içində ikən almadı. O, hər kəsdən uzaqlaşıb, tam bir sükunətə, öz iç dünyasına və tənhalığına çəkildiyi o sıfır nöqtəsində Cəbrail ona göndərildi. Çünki kainatın ən böyük, ən ali qədər təcəlliləri, ən kəskin gerçəkliklər həmişə səsküyün içində yox, insanın öz cılız səsini susturub, yaradanı ilə tək başına qaldığı o mütləq səssizlik nöqtəsində verilir. Toxum da torpağın altında, zülmət və səssiz tənhalıqda cücərməyə başlayır. Əgər bugün ruhunuz tənhalığa can atırsa, izdihamdan qaçırsınızsa, bundan qorxmayın. Özünüzü cəmiyyətin tələblərinə məcbur eləməyin. Bu qaçış deyil, bu yeni qədərinizin rüşeyminin sizə təhvil olunacağı o sakit, müqəddəs şərqə çəkilmə mərhələsidir. Bu, ruhunuzun yenidən proqramlaşdırılma dövrüdür. Sizin bugün yaşadığınız o qatı tənhalığınız, yeni və parlaq doğruşunuzun səmavi bətnidir. Dördüncü işarət təmhiz, yəni mütləq təmizlənmə. Qədərinizin tamamilə yeni, uca və parlaq bir mərhələyə keçdiyini fiziki dünyada sübut edən dördüncü inkar olunmaz işarət, həyatınızda başlayan amansız bir təmhiz, yəni sıradan çıxarılma, ələkdən keçirilmə və mütləq təmizlənmə prosesidir. Diqqət edin, bu elə bir dövrdür ki, siz heç bir xüsusi mübahisə etmədən, heç bir intriqa yaratmadan, bəzən fərqinə belə varmadan, ətrafınızdakı bəzi insanlar qəfildən həyatınızdan çıxıb gedir. İllərlə ən yaxın dost dediyiniz insanların anidən əsl, qaranlıq üzləri, gizli rəqabətləri, egoları və illərlə bastırdıqları paxıllıqları ortaya çıxır. Və yaxud da hər hansı bir bəsit, mənasız bəhanə ilə sizdən sürətlə uzaqlaşırlar. Əlaqələr qopur, zənglər kəsilir. Siz ağlınızla, bəşəri məntiqinizlə bunu anlamağa çalışırsınız. Bəzən qəlbiniz qırılır. Mən onlara nə pislik etmişdim ki, deyərək kədərlənirsiniz. Lakin qırılan egonuzu bir kənara qoyub, kainatın fizikasında və enerjilər müstəvisində əsildə nələrin baş verdiyinə baxmalısınız. Sizin ruhunuzun tezliyi, sizin yazılan qədərinizin yeni ucalığı artıq o insanların öz zəhərli və dar düşüncələri ilə çata bilməyəcəyi qədər təmizlənmiş və yüksəlmişdir. Fizika qanunudur. Dənizin dibindəki təzyiqə öyrəşmiş bir məxluqu suyun üzünə, yüksəyə çıxarsanız, o təzyiq fərqindən partlayar. Dağa dırmandıqca hava seyrəkləşir, hər kəs o yüksəklikdə nəfəs ala bilməz. Qaranlıq bir otağın işığı qəfildən yandırıldıqda, o qaranlıqda gizlənib yaşayan, nəm və küfə öyrəşmiş böcəklər necə təlaşla qaçıb dəliklərə gizlənirsə, sizin də ruhunuzun yüksələn nuru, o zəhərli, aşağı tezlikli, qeybət və kinlə qidalanan insanları dözülməz bir şəkildə narahat edir, onların gözünü qamaşdırır. Onlar sizi qovmursunuz. Kainatın mütləq nizamı sizin yeni və daha möhtəşəm qədərinizin sağlam təməlini kənardakı o çürük kərpiçlərdən, yəni saxta və ikiyüzlü insanlardan təmizləyir. O cür kərpiçlərlə böyük saray tikmək olmaz. Buna görə də həyatınızdan çıxıb gedənlərin arxasınca göz yaşı tökməyi buraxın. Onlara nifrət də etməyin. Onlar sizin yeni qədərinizin o hündür, təmiz zirvəsində nəfəs ala bilməyəcək qədər cılız idilər. Təmhiz odu altını misdən ayırır. Gedənlərə təşəkkür edin və yeni səhifənizi açın. 5-ci işarət, riza məqamı və nəhayət, qədərinizin o uca dərgahda izin verildiyi, möhürləndiyi və tam olaraq yeni xətt üzrə irəliləməyə başladığı o möhtəşəm sonuncu 5-ci işarət, problemlərinizin fiziki olaraq hələ bitməməsinə rəğmən sizin o problemlərə, o fırtınalara olan daxili reaksiyanızın, baxış bucağınızın tamamilə və kökündən dəyişməsidir. Dərin İslam fəlsəfəsində buna riza, yəni Yaradanın verdiyinə tam razılıq və təslimiyyət məqamı deyilir. Bu, ruhun ən böyük qələbəsidir. Gözünüzün önünə gətirin.
Ətrafınızda hələ də fırtına qopur. Maddi sıxıntılarınız və borclarınız hələ tam həll olmayıb. Düşmənləriniz hələ də sizə zərər verməyə çalışır. Çətinliklər öz sürəti ilə davam edir. Amma bir möcüzə baş verib. Siz artıq qorxmursuz. Keçmişdə yaşadığınız o panik ataklar, o dözülməz sinə sıxıntıları, gələcəyə dair məhv oldum, sabah necə olacaq təlaşı yox olub, sanki buxarlanıb uçub. Siz o qorxunc fırtınanın tam mərkəzində, qasırğanın gözündə sükunətlə dayanmısınız və daxilinizdə heç bir bəşəri məntiqə sığmayan, heç bir psixoloqun izah edə bilməyəcəyi bir sarsılmaz rahatlıqla gülümsüyürsünüz. İçinizdən gələn bir səs mütləq bir əminliklə, zərrə qədər belə şübhə etmədən sizə pıçıldayır. Allah məndəndir. Nə olursa olsun, hər şey çox gözəl olacaq. Mənə heç nə olmayacaq. Bu, adi bir hal deyil. Bu məqamı anlamaq üçün gəlin Fironun amansız zülmü altında əzilən, bəşər tarixinin bəlkə də ən böyük fiziki və mənəvi əzabını görən, lakin riza məqamının ən uca zirvəsinə çatan Həzrəti Asiyanın səhnəsinə baxaq. Firon ona ən qəddar şəkildə işgəncə verərkən, sümüklərini sındırarkən, Həzrəti Asiya o dözülməz ağrının və dəhşətin tam mərkəzində qəfildən göylərə baxaraq gülümsəməyə başladı. İşgəncə verənlər dəhşətə gəldilər. Çünki o, egosunu və bədən ağrılarını tamamilə məhv etmiş və Allaha belə səslənmişdi. Rəbbim, mənim üçün öz dərgahında, cənnətdə bir ev tik. O, bədəninə dəyən ölümcül zərbələri hiss etmirdi. Onlardan qorxmurdu. Çünki o artıq fani dünyadan və o işgəncədən qopmuş, mənəvi gözləri ilə öz yeni qədərini, o uca evi, o mütləq qalibiyyəti görmüşdü. Onun şüuru artıq Fironun zindanında deyil, Rəbbinin huzurundaydı. Əgər bugün siz də həyatın vurduğu zərbələrin, bitmək bilməyən problemlərinizin qarşısında asılılığınızı qırıb, o mütləq sükunəti, o təslimiyyətli, yəqinlik dolu gülümşü tapmısınızsa, əgər qədərinizlə, dünyəvi qayğılarla savaşmağı buraxıb, Allaha tam bir təvəkkül, mütləq bir etibar etmisinizsə, bilin ki, sınaq artıq öz məqsədinə çatdı və kainatın qızıl qanunudur. Məqsədinə çatan hər fırtına mənasını itirir və dərhal dağılıb yox olmağa məhkumdur. Yeni günəşiniz doğmaq üzrədir. İndi olduğunuz yerdə çiyinlərinizi rahatlayın və gözlərinizi yüngülcə qapayın. Dərindən, içinizdəki o köhnə həyatın yorğunluğunu, sizə xəyanət edənlərin açdığı yaraları, egonuzun müqavimətini və gələcək qorxularınızın bütün qalıqlarını içinizə çəkərək çox dərin bir nəfəs alın. Və indi yavaşca bütün o köhnə fəslin ağırlığını, o zəhərli asıllıqları, kaş ki belə olmazdı deyən o pıçıltıları bədəninizdən və ruhunuzdan çölə, sonsuzluğa üfürün. Onlarla mütləq və şərtsiz şəkildə vidalaşın. Zəka gözünüzlə qəlbinizin ən dərin nöqtəsinə baxın. Baş verən heç bir hadisə, itirdiyiniz heç bir insan, üzləşdiyiniz heç bir məğlubiyyət təsadüf deyildi. Qaranlıq və soyuq quyuya düşmədən, xəyanəti görmədən qüdrətli saraya çatmaq mümkün deyildi. O səsküylü bazardan, yalançı insanlardan uzaqlaşıb üzlətə, mütləq səssizliyə çəkilmədən yeni bir idraka, Rəbbinin səsinə sahib olmaq qeyri-mümkün idi. Siz qətiyyən məğlub olmadınız. Siz sadəcə olaraq çox nəhəng, möhtəşəm və kosmik bir yenilənmənin, doğuşun sancılarını yaşadınız. Ruhunuzun ən dərinliyindən, tam bir güvənlə yeni fəslin mütləq sahibinə, Rəbbinizə bu səssiz amma göyləri sarsıdan fəryadı yüksəldin. Allahım, saxta dayaqlarımın uçmasıyla məni qəflətdən oyatdığın və yalnız özünə bağladığın üçün sənə həmd edirəm.
Məni o zəhərli insanlardan, mənasız məqsədlərdən və köhnə asılılıqlardan təmizlədiyin üçün sənə sonsuz şükür edirəm. Mən hazıram. Egomun qorxularını, cılız təlaşlarını rədd edirəm. Ruhumu, intellektimi, gələcəyimi və bütün varlığımı sənin mənim üçün yazdığın o yeni, aydınlıq, təmiz və ali qədərə təslim edirəm. Ruhunuzdakı bu mütləq oyanışın, köhnə zəncirlərdən qurtuluşun və bu yeni qədərə keçidin göylərdə şahidlik edilməsi üçün rəy bölümünə keçin və kainata öz qəti qəbulunuzu belə bəyan edin. Köhnə ilə vidalaşıram. Allahın mənim üçün xüsusi olaraq hazırladığı o yeni, təmiz və möhtəşəm qədəri mütləq sevgi ilə qəbul edirəm. Əgər bu dərin mənəvi səyahət qəlbinizdəki o dəyişim sirlərini aydınlada bildisə, daxilinizdə o güclü sükunəti, o yeni doğuş ateşini və cəsarəti yandırdısa, zəhmət olmasa bu videonu bəyənərək və sözlə Nur kanalımıza abunə olaraq bu mütləq həqiqət və idrak yolunda bizimlə birlikdə addımlamağa davam edin. Köhnə yaralarınızın mütləq və qalıcı şəfa tapması, yeni qədərinizin isə hər zaman aydınlıq, bərəkət və sükunətlə dolması diləyi ilə. Sizləri qədəri ən gözəl, ən qüsursuz şəkildə yazan və dəyişən Allahın mütləq amanına tapşırıram.